Salam, hər vaxtınız xeyir olsun. Mən Arifə Mahmudova. Bugün sizlərlə Dövlət İmtahan Mərkəzinin test toplusundan 20 sınaq adlı test toplusundan qəbul imtahanı 2024 3-cü qruplar üçün olan testlərin test 2-nin izahlarına baxacağıq. Yəni sınaq 2-nin. Vaxt itirmədən testlərimizə keçid alaq. Yazıçılarımızdandır sözündə qrammatik şəkilçilər hansı ardıcıllıqla verilmişdir? Yazmaqdan yazı ismi yaranıb, yazıdan yazıçılar ismin cəm şəkilçisidir, qrammatikdir. Imız mənsubiyyət şəkilçisidir. Bizim yazıçılarımız, öz yazıçılarımız, ımız mənsubiyyətdir. İsmin cəm, hal, mənsubiyyət, şəxs xəbərlik şəkilçiləri qrammatik şəkilçilərdir. Dan çıxışlı hal şəkilçisidir, dırsa şəxs sonluğudur. Məndən nə istəyir? Deyir, qrammatik şəkilçilər hansı ardıcıllıqla verilmişdir? Lar cəmdir, ımız mənsubiyyətdir, dan haldır, dır da şəxs xəbərlik şəkilçisidir. Cavabınız olacaq Y variantı. Keçid alaq ikinci testə. Hansı sözün tərkibinə görə təhlili küsülülər sözü ilə eynidir? Küsməkdən küsü yaranıb, küsü sözü dilimizdə var. Küsülü yaranıb, lərsə ismin cəm şəkilçisidir, qrammatikdir. Deməli, kök, iki leksik, bir qrammatik sxeminə uyğun gələn lazımdır. Qoçaqlar sözünə baxırıq. Burada bu qaydadadır. Əmi sözün köküdür, mənim əmim, öz əmim, m mənsubiyyətdir, gil leksikdir, də qrammatikdir, hal şəkilçisidir. Atmaqdan atılmaq, mışlar qrammatikdir. Yatmaqdan yataq ismi yaranıb, ımızsa qrammatikdir. Deməli, heç biri uyğun gəlmir. Nəsə cavab C-dir. Boyamaqdan boyaq, boyaqdan boyaqçı, larsa qrammatikdir. Cavab oldu C variantı. Üçüncü testə baxıraq. Klasterin şaxələrindəki fikirləri əsas tutmaqla onu tamamlayan fikri müəyyən eləyək. Gəlin müəyyən eləyək. Dilim sözü. Burada dilim sözü tikə mənasında istifadə olunub ki, leksik mənası var və düzəltmə söz kimi göstərilib. Antonimi var, xeyr, antonimi yoxdur. Tərkib sxemi belə deyil, çünki düzəltmə sözdürsə, oradakı im leksik şəkilçidir, bu da getdi. Amonim kimi işlənə bilir, xeyr, amonim kimi işlənə bilmir. Amonimlərin başlanğıc formaları da eyni olmalıdır. Amma mən desəm ki, mənim dilim, öz dilim, ana dilim bu mənada mənim dilim, öz dilim deyirəmsə, bunun başlanğıc forması dildir. Amma dilim sözünün başlanğıc forması dilimdir. Bu versiyada leksik şəkilçili olan axı eyni olmadı. Ona görə də C də getdi. Mənsubiyyət şəkilçilidir. Xeyr, leksik şəkilçidirsə, yəni düzəltmə sözdürsə, o mənsubiyyət şəkilçisi deyil deməli. Mənsubiyyət şəkilçiləri qrammatik şəkilçilərdir. Lalə şəkilçisi artırılsa, qrammatik mənası dəyişər. Yəni nitq hissəsi olaraq qrammatik mənası dəyişər. Bəli, dilimləmək feili olar artıq. Cavabınız oldu Y variantı. Dördüncü testə baxırıq. Hansı bənddə sözə ancaq qrammatik şəkilçilər artırılıb? Güldən, güllük. Gördüyünüz ki, burada dan leksik şəkilçidir. Bəziləri elə bilir qrammatikdir, yox, leksikdir. Güləşsə sözün özüdür. Güldən güləş yaranmaz ki. Gördüyünüz kimi bu olmadı, ancaq qrammatik şəkilçilər olmadı. Meşə sözün köküdür lik leksik şəkilçi, meşə sözün köküdür dəki leksik şəkilçi, meşə sözün köküdür li leksik şəkilçi. B-də çıxdı. Yarmaqdan yara, barmağımı yarıram, yara olur. Ona görə C-ni götürmürük. Qələmimiz birlik, birləşmək, birgə. Birgə sözündə gəl leksik şəkilçidir. Bəziləri bu sözün düzəltmə olduğunu bilmirlər. Burada da lik leksik şəkilçidir, birləşmək, ləş leksik şəkilçidir. Bunlar da çıxdı. Qələmimiz, qələm sözün köküdür, imiz mənsubiyyətdir deyə qrammatikdir. Bizim qələmimiz, öz qələmimiz, qələmlər, qələm sözün köküdür, lər ismin cəm şəkilçisidir, qrammatikdir, ismin cəm şəkilçisi qrammatikdir. Qələmdən, nədən, qələmdən, dən ismin çıxışlı hal şəkilçisidir və hal şəkilçisi də qrammatik şəkilçidir. Cavab oldu D variantı. Keçid alaq digər testimizə. Qrammatik şəkilçinin leksik şəkilçidən əvvəl işləndiyi sözü müəyyənləşdirin. Dilimizdə normal versiyada birinci leksik şəkilçi gəlir, sonra qrammatik şəkilçi. Amma bəzən olur ki, qrammatik şəkilçi də birinci gələ bilir. Bu hansı hallarda olur? Bəzi şəkilçilərimiz var, gil, sız, dakı. Bu tip şəkilçilər özündən əvvəl qrammatik şəkilçi gətirə bilir.
Əmimgildəki elə cavab A-dır. Bayaq da bunu təhlil elədik. Əmi sözün köküdür. Mənim əmim, öz əmim, əmiyim deyə bilmərik də. Ona görə im, üm mənsubiyyət şəkilçisindəki i ixtisar olunub. Ona görə də m mənsubiyyətdir. Gil leksik şəkilçidir burada. Dəki leksik şəkilçidir. Cavab elə oldu A variantı. Buradakılar, bura sözün köküdür. Dakı leksik şəkilçidir, lar qrammatikdir. Burada olmadı. Lampa sözün köküdür. Dakı leksik şəkilçidir. Burada da olmadı. Kitab sözün köküdür. Lar cəm şəkilçisidir, qrammatikdir. Imız qrammatikdir. Burada da olmadı. Imız da mənsubiyyətdir. Qələm sözün köküdür. Əgər ini həm hal, həm mənsubiyyət şəkilçisi kimi götürsəm, hər iki halda qrammatik olmuş olur. Yenə də Y-də getdi. Çünki burada bizdən bu sxem istəyir də, bu sxem alınmır. Bütün ərazini yaşıllaşdırmışdılar cümləsindəki düzəltmə sözün yarandığı nitq hissəsini müəyyən edin. Sözün nədən yaranıb, nədən düzəlməyə ayrı bir şeydir. Sözün kökü ayrı bir şeydir. Yaşıllaşdırmışdılar. Məndən düzəltmə söz istədiyinə görə bu sözə fikir verirəm. Yaşıl sözün köküdür. Yaşıllamaq sözü olmadığına görə laş bütöv leksik şəkilçidir. Yaşıllaşdırmaq, dir, dur-durdan sonra maqmək artıranda uyğunluq yaranırsa leksik şəkilçidir, yaranmırsa qrammatik şəkilçidir, dir, dur. İndi mən baxıram, yaşıllaşdırmaq sözü olduğuna görə dir leksik şəkilçidir, mış qrammatikdir. Nə etmişdilər, yaşıllaşdırmışdılardı, idi hissəciyinin qısaldılmış versiyasıdır. Onlar yaşıllaşdırmışdılar. Bunu da uzlaşma kimi götürdük onlara görə. İndi baxıram. Məndən nə istəyir? Sözün nədən yaranıb, nədən düzəlməyini istəyir. Orada ən sonuncu leksik şəkilçi hansıdır? Burada dırdır. Bunu çıxırsınız, həmişə belədir. Ondan əvvəl nə görürsünüzsə götürürsünüz. Deməli, yaşıllaşdırmaq sözü yaşıllaşmaq feilindən yaranıb. Cavab ona görə də C-dir. Sözün kökü isə yaşıl sifətidir. Bitişdirici samitin işlənib işlənmədiyini dəqiq müəyyən eləmək mümkündür. Hansı variantda? Biz bilirik ki, 3 dənə bitişdiricimiz var. N, Y, S. İndi baxaq, atanın silahı. Bir var, ata sözün köküdür. Atanın kimin? Atanın n bitişdirici olur bu zaman. N isə yiyəlik hal şəkilçisi olur. Buradakı I da mənsubiyyət olur. Bu versiyada n bitişdiricidir. Bir də var deyirəm ki, atanın silahı an indiki zaman məzmunlu feili sifət şəkilçisi olur. Bu zaman an şəkilçinin tərkibində daha ayrı deyil. N da ayrıca şəkilçidir. Burada heç bir əlavə n qalmadı ki, mən ona bitişdirici samit deyim. Ona görə bunu dəqiq müəyyən eləmək mümkün deyil. A variantı çıxdı. Heyvanın rəngi. Bir var alma, armud, nar, heyva bu mənada, meyvə mənasında da belə deyim. Heyva sözün köküdür, n bitişdiricidir. N isə yiyəlik hal şəkilçisidir. Buradakı i də mənsubiyyətdir. Bu zaman n bitişdirici olur. Bir də var deyirəm ki, heyvanın rəngi. Heyvan sözün kökü olur. N isə yiyəlik hal şəkilçisi olmuş olur. Gördüyünüz kimi bu zamansa bitişdirici samit yoxdur. Ona görə bunu da dəqiq bilə bilmirəm. Daha sonra qələmini itirən. Qələm sözün köküdür. Onun qələmi, öz qələmi. Bu zaman bunu belə deyirəmsə, buradakı i mənsubiyyət şəkilçisi olur, n bitişdirici olur, i də təsirli hal şəkilçisi olur. Bir də var deyirəm ki, sənin qələmini itirən qələm sözün köküdür. Sənin qələmin, öz qələmin in bütövlükdə mənsubiyyət şəkilçisidir ikinci şəxsində. I isə təsirli hal şəkilçisidir. Nəyi? Qələmini görürsünüz. O versiyada olanda n ayrıca qalmır ki, mən ona bitişdirici deyim. Ona görə bunu da dəqiq müəyyən eləyə bilmədim. Kompüterin hissələri. Görürsünüz, burada ümumiyyətlə yoxdur. Ona görə də cavab D variantı olmuş olur. Yəni gözümüzlə nə isə görə bilmirik ki, fərqləndirək. Sırğanı götürmək. Burada sırğa sözün köküdür. Sənin sırğan, öz sırğan. Orada əmimgil var idi, m bitişdirici. Burada da m mənsubiyyət. Burada da n mənsubiyyətdir. Sənin sırğan, öz sırğan. N mənsubiyyəti olacaq. Nəyi? Sırğanı isə təsirli hal şəkilçisi olacaq. Bu zaman bitişdirici olmadı. Bir də var deyirəm ki, sırğanı götürmək nəyi? Sırğanı, sırğa sözün köküdür, n bitişdiricidir, i isə təsirli hal şəkilçisidir. Bunu da dəqiq müəyyən eləmək olmadı. Cavab D variantı. 8-ci testə baxırıq. Sözlərdən biri düzəltmə deyil. Yəni tərkibində leksik şəkilçi yoxdur.
Otdan otlu yaranıb A çıxdı. Otdan otlar. Lar ismin cəm şəkilçisidir və bu qrammatik şəkilçi olduğuna görə düzəltmə deyil. Otdan otlamaq C çıxdı. Otdan otluq D çıxdı. Otdan otlaq Y çıxdı. Cavab oldu A, daha doğrusu B variantı. Keçid alaq 9-cu testdə cümlələrin birində frazeoloji birləşmə işlənmişdi deyir bizdən. Abdal at mindi, özünü bəy sandı. Burada ümumiyyətlə heç nə yoxdur. Çünki frazeoloji birləşmələr dilimizdə hazır şəkildə olan idiomlardır. Mən özümdən frazeoloji birləşmə qoşa bilmərəm. Eyni ilə də siz. Eyni ilə də heç kəs. A variantı çıxdı. Çünki artıq bunlar dildə var olan ifadələrdir. Türkiyədə bir ağac yanarsa, Azərbaycanda 1000 ürəyə təsir edər. Burada da ümumiyyətlə heç nə yoxdur. Ona görə bu variantı da çıxdıq. Üzünə gülər, ayağından çəkər, ayağından çəkmək. Elə bilin ki, kiminsə məhv olmağını istəməkdə. Ona görə bu frazeoloji birləşmədir. Cavab olacaq C variantı. Cahil ilə dostluq etsən peşman olarsan. Burada da yoxdur. Nadan dostdan ağıllı düşmək yaxşıdır. Burada da heç nə yoxdur. Sözlərdən biri amonim deyil. Altı, yol, sarı, tar, buruq. Cavab A variantıdır. Baxan kimi bilinir. Nəyə görə? Qeyd eləyəcəm. Yol sözü bir yolmaq mənasında, bir də var gedilən yol. Bu zaman amonimdir. Sarı ifadəsi bir var rəng mənasında, bir də var evə sarı, kəndə sarı qoşma mənasında, bir də sarımaq mənasında amonimdir. Tar ifadəsi bir var çalğı aləti olan, ifa olunan tar, bir də var ki, heyvanlar üçün qurulan o taxta mənasında amonimdir. Buruq ifadəsi bir var neft buruqları, bir də var buruq saç mənasında amonimdir. Amma altı ifadəsini mən qeyd eləyim burada. Altı sayı kimi götürürəmsə sözün kökü altıdır. Nəyinsə alt hissəsi, onun altı, masanın altı kimi düşünürəmsə sözün kökü altdır. Onun altı, öz altı, mənsubiyyətdir. Amonimlərin başlanğıc forması eyni olmalıdır dostlar. Başlanğıc forma nədir? Ən sonuncu leksik şəkilçiyə qədərki hissə. Əgər sözümüzdə leksik şəkilçi yoxdursa, onun kökü elə onun başlanğıc forması sayılır. Yəni burada sözün başlanğıc forması baxın aşağıdan göstərdim. Altıdır. Bu birisində isə altdır. Gördüyünüz kimi fərqli-fərqlidir. Bunlar necə amonim olarlar? 11-ci testə baxırıq. Sinonim sözlərlə bağlı doğru fikir deyil deyir. Yəni səhv fikri tapmalıyıq. Eyni nitq hissəsinə aid olur. Bəli. Sinonimlər eyni nitq hissəsinə aid olur. O demək deyil, hər yaxın mənalı sözü hop eləyib sinonim götürüm. Xeyr, sinonimlər eyni nitq hissəsinə aid olmalıdır. Bir məna tayı isimdirsə, digəri də isim olmalıdır. Biri feildirsə, digəri də feil olmalıdır. Ona görə də A doğru fikirdir. B doğrudur, yaxın mənalı sözlərdir. Deyilişi, yazılışı fərqli olur. Bəli, gözəl ayrı sözdür, göyçək ayrı sözdür. Deyilişi, yazılışı fərqlidir də bunların. Yersiz təkrarların qarşısını alır. Bəli, mən kiməsə gözəl demişəmsə, onun gözəlliyini bir də vurğulamaq istəyirəmsə, ona artıq bir daha gözəl demirəm. Göyçək deyirəm artıq. Yəni, təkrar eləmirəm eyni ifadəni. D variantı da getdi. Doğru olmayan fikir avtomatik oldu. Y variantı. Baxaq, izahını verək. Leksik mənaları deyir, fərqli olur. Deyir, doğru fikir deyil. Yəni, bu səhv fikirdir. Leksik mənalarının fərqli olmağı səhv fikirdir. Mən gözəl deyirəmsə, göyçək deyirəmsə, nəsə qəşəng bir şey başa düşürəm də. Axı bunların leksik mənaları eyni oldu. Başa düşdüyüm fikir eyni oldu. Kiməsə eybəcər, çirkin deyirəmsə, başa düşdüyüm bir şey eyni oldu. O kifirdir, yəni qəşəng deyil. Eyni şey başa düşdüm. Deməli, leksik mənaları fərqli yox, eyni olur. Y variantı bizim götürəcəyimiz variant olmuş olacaq. Keçid alaq 12-ci testdə. Nümunələr içərisində fərqləndirilmiş sözlərdən hansının antonimi yoxdur? Yaman günün ömrü az olar. Yaman sözünün antonimi yaxşı sözüdür. Ona görə A variantı çıxdı. Çəkmə, çəkə bilməzsən. Bərkdir fələyin yayı. Bərk sözünün antonimi yumşaq sözü olar. Ona görə B variantını çıxırıq. Daldan atılan daş topuğa dəyər. Daşda nə var ki? Daşın antonimi olsun. Yəni əks ifadəsi olsun. Ona görə də cavabınız olacaq C variantı.
Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz. Kədər sözünün antonimi sevinç sözü olmuş olacaq. Baxın, antonimlər də eyni nitq hissəsi tələb eləyir ha, dostlar. Qarı düşmən dost olmaz. Burada elə düşmən dost sözləri özləri bir-biri ilə antonimli təşkil elədi. Daha sonra 13-cü testə baxaq görək. 13-cü testə baxırıq. Doğru fikri müəyyən eləyin. Məndən doğru fikri istəyir. Sözün kökü əsasən həm leksik, həm də qrammatik mənaya malikdir. Elə cavab A variantıdır. Çünki sözün kökü bilinən bir əsas nitq hissəsi olmalıdır da. Köməkçi nitq hissəsi versiyasında olmaz ki, o sözün kökü köməkçi nitq hissəsi olsun. Mən onun böyründə leksik şəkilçilər gətirim və s. Deməli, sözün kökü əsas nitq hissəsi olduğuna görə o həm leksik, həm də qrammatik mənaya malikdir. Dilimizdəki şəkilçilərin hamısı 2 və ya 4 variantlıdır. Xeyr, bir variantlı şəkilçilərimiz də var axı. Ona görə bu səhvdir. Daha sonra qrammatik şəkilçilər də leksik şəkilçilər kimi milli və alınma olur. Xeyr, qrammatik şəkilçilər yalnız millidir. Ona görə C variantı da səhvdir. Onda, bunda əvəzliklərində bitişdirici samit yalnız saitləri birləşdirmişdir. Baxaq, o şəxs əvəzliyidir, N bitişdiricidir, da yerli yal şəkilçisidir. Bu işarə əvəzliyidir, N bitişdiricidir, da yerli yal şəkilçisidir. Burada baxın, N o ilə D-ni birləşdirib, saitlə samiti. Burada da N U ilə D-ni birləşdirib, saitlə samiti. Deməli, D variantı da doğru deyil. Y-yə baxırıq. Mürəkkəb sözlər yalnız bitişik və defislə yazılır. Mürəkkəb sözlər deyir. Mürəkkəb sözlər bitişik, defislə ayrı da yazıla bilər. Axı, mürəkkəb feillərimiz var ki, bunlar ayrı versiyada, məsələn, kömək etmək ayrı yazıldı axı. 14-cü testə baxırıq. Hansı sözün tərkibinə görə təhlili düzgün göstərilməmişdir? Məndən düzgün göstərilməyən istəyir. Ona görə də mən bu variantlarda doğru olanları variantlardan çıxacağam. Dəyənək ifadəsinə baxıram. Üzr istəyirəm, düzgün göstərilmişdir deyir. Dəyənək ifadəsi, baxaq, dəyməkdən dəyənək yaranıb, bir leksik şəkilçi var, burada 2 göstərir deyə səhvdir. Çalışmaqdan, burada çalış sözün köküdür, maq qrammatikdir, qeyd eləyək, dan qrammatikdir. Burada leksik şəkilçi olmadığına görə B variantı da səhvdir. Ağdan ağarmaq, ağartmaq, t-dır əvəzlənməsi baş verib, çünki 2 saitin ortasında gəlib. Baxaq, daha doğrusu ağartmaq, bir sait, bir samit. Ağardıcı, bəli, cavab elə C variantıdır. Qeyd eləyək. Aha. Bütpərəstlik, büt sözün köküdür, pərəst leksik şəkilçidir, biraz qeyri-məhsuldar şəkilçidir, lik də leksik şəkilçidir. Burada bir dənə yox, 2 dənə leksik şəkilçi var. Damğalatdırmaq sözünə fikir verirəm. Damğa sözün köküdür, damğalamaq, damğalatmaq, damğalatdırmaq, maqsa qrammatikdir. 3 dənə leksik var, amma burada bir dənə göstərilib. 15-ci testə baxırıq. Həm amonim olsun o söz, həm də çoxmənalı söz kimi işlənsin. İndi mən fikir verirəm. Əqrəb sözü çoxmənalı söz kimi getmir. Bəli, amonimdir. Bir var həşərat olan əqrəb, bir də var saatın əqrəbi. A variantı getdi. Tar ifadəsinə fikir verirəm. Tar ifadəsi bir var ifa olunan alət mənasında, çalğalı alət olan tar. Bir də var ki, heyvanların taxtası mənasında tar, amonimdir, amma çox mənalı deyil. Xar ifadəsi də getməyəcək. Çox mənalı söz ümumiyyətlə nədir? Bir dənə məcazi məna tapmalısınız da siz. Qazan ifadəsini bəli götürə bilərsiniz. B variantını nəyə görə? Qazan ifadəsi bir var bizim bildiyimiz qab, qazan mənasında, bir də var ki, pul qazanmaq mənasında amonimdir. Amma məsələn deyirəm ki, hörmət qazanmaqda, sayılıb seçilmək, hörmət qazanmaq bu zaman məcazi olur, çox mənalılıq versiyasına girmiş olur. 16-cı testə baxırıq. Köməkçi nitq hissələrinə aid xüsusiyyəti müəyyən eləyin. Bizdən istəyir ki, köməkçi nitq hissələri ilə bağlı doğru fikri müəyyən eləyək. Söz yaradıcılığında iştirak eləyir, xeyr. Köməkçi nitq hissəsi nədir ki, söz yaradıcılığında da iştirak eləsin? Axı, onun leksik mənası yoxdur, yalnız qrammatik mənası var. Ona görə də cavab B variantı olmuş olacaq. Yəni, mən 3-ün desəm, siz mənə qayıdıb deməyəcəksiniz, hə, bu oxumaq üçün vasitədir, danışmaq üçün vasitədir,
Siz mənə deyəcəksiniz ki, üçün müəllimə qoşmadır. Yəni onun qrammatikası ilə bağlı bir şey deyəcəksiniz. Deməli, leksik mənası yoxdur, yalnız qrammatik mənası var. Daha sonra deyir ki, ayrılıqda müstəqil leksik mənaya malikdir. Xeyr, ayrılıqda necə müstəqil leksik mənalı olsun? Mənim qeyd elədiyim bayaqki izah kimi olmur axı. Siz ondan ancaq qrammatik mənasını deyirsiniz. Müstəqil formada suala cavab verə bilmir. Üçünə nə sual verəcəksiniz ki? Ayrılıqda cümlə üzvü olur. Xeyr, ayrılıqda üçünün altından nəyi xətt çəkəcəksiniz ki? Biz bir dənə üçünün üzərindən gedərək dedik. 17-ci testə baxırıq. Amonim kimi işlənə bilən hansı sözlər eyni nitq hissəsinə aid deyil? Şəkər bir var, xəstəlik adı. Bir də var ki, şəkər bildiyimiz çaya əlavə elədiyimiz şəkər. Bu zaman isimdir. Daha sonra baxaq, burun ifadəsi. Bir var insanın burnu isimdir, bir də var coğrafiyadakı burun isimdir. Çəki ifadəsi, bir var ki, balıq növü olan çəki balığı, bir də var nəyinsə çəkisi isimdir. Qol, bir var çəkdiyimiz qol, imzamız, bir də var qapıya vurulan qol isimdir. Cavab olacaq B. Yarı ifadəsi bir isim mənasında nəyinsə yarısı, bir də var yarımaq feili mənasında işlənir. Ona görə də cavab olacaq B variantı. Qulaq asmaq frazeoloji birləşməsinin frazeoloji sinonimini müəyyən eləyin. Ümumiyyətlə yadınızda qalsın ki, frazeoloji birləşmənin sinonimi də, antonimi də yenə də frazeoloji birləşmə olmalıdır. Dinləmək bunun mənasıdır. Bir sözdən ibarətdir. Yəni söz birləşməsi deyil. Deyinmək söz birləşməsi deyil. Nəyinsə qulaq asmaq nədir? Deyirəm, ay qız, mənə qulaq as, qulaq ver. Yəni məni dinlə. Ona görə də cavab B variantı olmuş olacaq. Qılğına girmək o deməkdir ki, qılğına girirəm, ürəyinə yol tapıram, kimisə, yəni də. Ağzına su almaq nə deməkdir? Ağzını qıfıllamaq, danışmamaq. Ona görə C variantını da, Y variantını da beləcə atırıq. Bəyənməmək mənasında olan frazeoloji birləşməni müəyyən eləyək. Nə isə bəyənməmək nə deməkdir? Gözü könlü açılmaq deyil, keyfi pozulmaq. Xeyr, bunu da götürə bilmərik, dodaq büzmək. Nə isə bəyənmirik, dodağımızı büzürük ona. Ona görə də cavab C variantıdır. Dilotu yemək çox danışmaqdır. Yola çıxmaq ifadəsi də bəyənməmək mənasında olmadığı üçün bunu götürə bilmirik. Cədvələ əsasən uyğunsuzluğu müəyyən eləyin deyir bizdən. Uyğunsuz olan versiyanı. Dilotu yemək söz birləşməsinin antonimi az danışmaq ifadəsidir və deyir ki, yanlışdır. Məndən uyğunsuzluğu istəyir. Amma bu uyğun ifadə olduğu üçün tamamilə doğrudur da. Dilotu yemək əks ifadəsi az danışmaq mənasındadır da. Söz vermək frazeoloji birləşməsinin sinonimi boyun almaq ifadəsidir və bəli, bu doğru versiyada da yazılıb deyə bunu götürmürük. Mənə uyğunsuz ifadə lazımdır. Sabit söz birləşməsinin əsas və aslı tərəfi olur. Qabağında da yazıb ki, yanlışdır. Bəli, frazeoloji birləşmənin əsas aslı tərəfi olmur. Ancaq ismi feili birləşmələrdə bu olur. Ona görə də bu yanlışdır və qabağından da yanlış yazılıb. C variantını da cavablardan çıxırıq. Qeyd edir, cin atına minmək söz birləşməsinin sinonimi qəlbinə yol tapmaq ifadəsidir. Cin atına minmək əsəbləşməkdir. Əsəbləşməklə qəlbinə yol tapmaq eyni deyil, axı cavabında da doğru verilib. Sinonim yaxın mənadır. Ona görə də cavab D-dir. Cin atına minmək, hirsi başına vurmaq, ağlı başından çıxmaq, əsəbləşmə mənasında götürə bilərdi. Məsələn, cavab D-dir. Başa vurmaq frazeoloji birləşməsinin mənalarından biri bitirmək. Bəli, universiteti başa vurdum, universiteti bitirdim. Qabağında da doğru yazılıb. Bu da uyğun idi. 21-ci testə baxırıq. Nümunələrin birində yalnız qrammatik mənaya malik söz işlənmişdir. Yəni, köməkçi nitq hissələrindən söhbət gedir. Baxaq, elmdir yaradan qədir qiyməti, savadsız adamın nə mərifəti? Burada nə? Əvəzlik mənasında da sual əvəzliyidir, suallıq da yaradıb. Ona görə A variantını ümumiyyətlə, burada niyə belə olur? A variantını ümumiyyətlə çıxdıq. Çox oxumaq faydalıdır. Burada da gördüyünüz kimi çox ayrıca köməkçi nitq hissəsi yaratmadı. Çomağın ucuna dikib gözünü, onlar saatlarla oturur belə. Burada larla, lərlə, larca, lərcə leksik şəkilcimiz var. Odur, ona görə bu olmaz. Sən məni 1 dəqiqə gözlə, içəri keçməyə tələsmə. Sən məni 2 dəqiqə gözlə, 1-i 2 ilə əvəz elədiyimə görə burada da ədat mövqeyində olmuş olmayacaq bu.
Bilirsən qəsdimi, ey ulu alim, elmdən, zəkadan, idrakdan deyim. Ey sözü burada nidamızdır və nidalar yalnız qrammatik mənaya malik olduğu üçün cavabınız elə olacaq. Y variantı. 22-ci testə baxırıq. Yalnız mürəkkəb sözlərdən ibarət cümləni məktəbimizdəki, bu artıq düzəltmə sözdür, A variantı çıxdı. Bugün ayrılıqda mürəkkəb sözdür. Məhəmmədəliyə, Məhəmməd və Əli sözlərinin birləşməsindən yaradan mürəkkəb sözdür. Tez-tez defislə yazılan mürəkkəb sözdür. Müraciət olunmaq birlikdə mürəkkəb feildir. Bu da mürəkkəb sözdür. Cavabınız elə olacaq B variantı. Sırağa gün ifadəsi sadədir. Ona görə bu çıxdı C variantı. Dəvət olunduğu üçün çox sevinirdi. Sevinirdi. Burada da bu söz sadədir. Sevinmək, irdi. Ona görə bunu da götürmürük. Kəşfiyyatçılar gizli-gizli irəliləmək feili. Bu da düzəltmədir. Ona görə götürmürük. 23-də körpə məzlumanə bir baxışla ətrafa baxırdı. Testin bu versiyasına görə üzürlü hesab edin. Yəni PDF, əldə olan PDF versiyası bu versiyadadır. Leksik təhlili ilə bağlı yanlış fikir istəyir. İlk sözün leksik təhlili. İlk sözümüz körpə sözüdür. Deyir, çox mənalı sözdür. Bəli, məsələn, deyirəm ki, körpə düşüncələr, körpə arzular, ona görə bir doğrudur. Yəni məcazi mənası var. Həm leksik, həm qrammatik mənası var. Bəli, çünki əsas nitq hissəsidir. Antonimi var. Bəli, yaşlı sözü. Uşaq sözü ilə sinonimdir. Xeyr. Sinonim olması üçün nə olmalıdır? Eyni nitq hissəsinə aid olmalıdır. Uşaq sözü nitq hissəsi olaraq isimdir. Amma körpə sözü nədir nitq hissəsi olaraq? Bu isimdir. Amma körpə sözü nitq hissəsi olaraq, dostlar, sifətdir. Ona görə bunları bir götürə bilmərik. Biri olacaq 4. 5-ə baxırıq. Amonim kimi işlənə bilir. Xeyr, amonim kimi işlənə bilir də səhvdir. Ona görə də cavabınız olacaq 4 və 5. 24-cü testə baxırıq. Hansı nümunələr həm dilə, həm də dilinə sözlərinə qoşularaq fərqli mənalı frazeoloji birləşmələr yarada bilir? Baxırıq. Dilinə yatmaq, dilinə tutmaq, dilinə gəlmək, dilinə basmaq, bu biraz absurd səsləndir axı, ona görə çıxırıq. Amma dilinə gəlmək, dilinə gətirmək, dilə gəlmək, dilə gətirmək ifadələri həqiqətən də dilimizdə var. Nəyisə dilə gətiririk, yəni dilləndiririk. Bir də dilinə gəlmək ifadəsi var. Nəsə dilimizə gəlir, ağzımızdan çıxır da. Yəni bilmədiyimiz bir vaxtda biz o sözü deyirik. Cavab ona görə də olacaq 2 və 5. Qeyd eləyək bunları da. Eyler-Venn diaqramındakı doğru fikirləri müəyyənləşdirin. Döyüşçü və döyüntü sözləridir. Döyməkdən döyüş yaranıb, döyürəm, döyüşürəm. Döyüş ismindən döyüşçü yaranıb. Çünki çü şəkilçisi ismi artırılan şəkilçidir. Döyməkdən döyünmək, döyüntü yaranıb. İndi baxıram. Məndən uyğun fikri, doğru fikir istədiyinə görə döyüşçü sözünün altında 1 və 2 sırf ona aid olmalıdır. Döyüntü sözünün altında olan 4 və 5 sırf ona aid olan olmalıdır. 3 isə hər ikisinin ortağı olmalıdır. Deyir, tərkibinə görə təhlili kök və bir qrammatik sxeminə uyğundur. Xeyr, gördük ki, 2 qrammatik sxemdir. Ona görə bunu çıxdıq. İsimdən yaranan isimdir. Mən bayaq qeyd elədim ki, sözün nədən yaranıb, nədən düzəlməyini bilmək üçün ən sonuncu leksik şəkilçini silirsiniz, əvvəl nə görürsünüzsə götürürsünüz. Döyüş ismidir bu, döyüşmək feili deyil. Çünki çü şəkilçisi ismə qoşulur. Ona görə də isimdən yaranan isimdir, tamamilə doğrudur. 2-ni götürməliyik. Burada yazırıq 2. 3-də deyir, həm kökü, həm də yarandığı nitq hissəsi eynidir. Döyüntü ifadəsində ümumiyyətlə, bu döyüşçü sözünə uyğun gəlmir axı. Kökü döymək feilidir, amma yarandığı nitq hissəsi döyüşçü sözünün döyüş ismidir. Ona görə 3-ü götürə bilmirsiniz. Döyüntü ifadəsində deyir, döydürmək sözü ilə kökləri eynidir. Bunların mənaları fərqlidir. Biz söz yaradıcılığında ümumiyyətlə eyni köklü sözləri tapanda axı deyirik, mənaları da eyni olmalıdır. Döydürmək nə idi? Kimisə çırpdırmaq, döydürmək, əzişdirmək bu mənadadır. Amma döyüntü döymək, ürəyin döyməkdir belə dup-dup. Ona görə də 4-ü götürə bilmirsiniz. Amma 5-ə baxaq, feildən yaranan isimdir.
Bəli, döyüntü sözündə tüyünü çıxsam, döyünməkdən döyüntü yaranır. Ona görə də cavabınız olacaq 2 və 5. 26-cı testə baxırıq. Tərkibində 2 leksik şəkilçili bir sözün olduğu cümlələri müəyyən eləyin. Gəlin müəyyən eləyək. Onun bu işdən çəkindirdilər. Çəkməkdən çəkinmək yaranıb, çəkindirmək yaranıb deyirlər, qrammatikdir. Deməli, 2 leksik şəkilçili söz istədiyinə görə biri götürməliyəm. Qeyd eləyək burada 1. Evin tikilişi üçün alınmış sement daşlaşmışdı. Burada daş sözün köküdür, laş heykəlləşmək mənasındadır da. Ona görə də bir dənə leksik şəkilçidir. Evin tikilişi üçün tikməkdən tikilmək yaranıb, tikiliş yaranıb. Ona görə də 2-ni götürməlisiniz. Avtomatik. Uşağın elədiyi hərəkət valideynlərdə peşmanlıq yaratdı. Peşman sözün köküdür, lıq leksik şəkilçidir. Ona görə burada olmadığı üçün 3-ü götürməyəcəksiniz. Ürək döyüntüləri düzəlməyə başlamışdı. Buradan başdan başlamaq yaranıb, düzdən düzəlmək yaranıb. Döyüntüləri döyməkdən döyünmək, döyüntüləri qrammatikdir. Bu sözə görə 4-ü də götürməlisiniz. Cavabınız olacaq 1, 2, 4. 5-ə baxaq. Çörək qırıntısı evin hər yerinə dağılmışdı. Dağdan dağılmaq yaranmaz. Dağıl sözün özüdür, köküdür. Qırmaqdan qırıntı burada da olmayacaq. Çünki məndən 2 dənə leksik şəkilçi istəyir. 1, 2 və 4. 27-ci testə baxırıq. Deyir ki, uyğunluğu müəyyən eləyin. 1 leksik şəkilçili düzəltmə söz, 2 leksik şəkilçili düzəltmə söz, 3 leksik şəkilçili düzəltmə söz. Məndən düzəltmə sözü istədiyinə görə bura sözünü çıxıram, sadədir. Xoşbəxtlik sözünü çıxıram, çünki bu da mürəkkəbdir. Nə olsun ki, tərkibində leksik şəkilçi var. 2 dənə kök varsa bu mürəkkəbdir. Aynanca heç vaxt variantlarımızda ola bilməz. Yarğan ifadəsi yarmaqdan yarğan yaranıb, azdan azalmaq, azaltmaq yaranıb. Yazmaqdan yazı, yazıcı, yazıçılıq. Deməli, 1-ə B-ə aid olacaq, 2-yə D-ə aid olacaq, 3-ə də Y aid olacaq. İndi mətnimizə baxırıq. Mars planeti mətnidir. Mars planetinin şərqdə köhnəlmiş adı Mərrixdir. Günəş sisteminin Mərrix sözünü biz hansı əsərdə görürük? Ədəbiyyatçılar, zəhmət olmasa qeyd eləyərsiniz bunu. Günəş sisteminin Günəşə yaxınlığına görə 4-cü və kiçikliyinə görə Merkuridən sonra 2-ci planetidir. Adını Roma mifologiyasının müharibə tanrısından alan bu planetin səthində dəmir oksidinin geniş yayılması ona qırmızı görünüş verir və o tez-tez qırmızı planet kimi xatırlanır. Marsın oxunun mailliyi mövsümləri əmələ gətirir. Mars Günəş sistemində məlum ən hündür ikinci dağ, Olimp dağının və ən böyük kanyonlardan biri Valles Marinerisin olduğu yerdir. Marsın 2 peyki var. Phobos və Deimos kiçik və nizamsız formalaşmış peyklərdir. 2005-ci ildə radar məlumatı Marsın qütblərində və orta en dairələrində böyük miqdarda su olduğunu aşkar etdi. Fonix enmə aparatı 31 iyul 2008-ci ildə Marsın üst torpağından buz suyu götürdü. Diqqətlə oxuyun həmişə. Mars yerdən çılpaq gözlə görünür. Optik yerüstü teleskoplar yerin atmosferinə görə yerin və Marsın ən yaxın olduğu 300 kilometr uzaqlıqdakı cəhətləri göstərə bilir. Burada cəhətləri sözünün üstünə 2 yazılıb, aşkar etdi sözünün üstünə 1 yazılıb. Deməli, nəsə verəcək. Məndən nə istəyir? Səbəb və nəticə. Nəticəmiz odur ki, Mars qırmızı planet kimi xatırlanır. Nəyə görə? Çünki dəmir oksidləri var idi da. Baxın, burada var. Adını Roma mifologiyasının səthində dəmir oksidinin geniş yayılması ona qırmızı görünüş verir və o tez-tez qırmızı planet kimi xatırlanır. Bu ifadəni bu səbəb yerinə yaza bilərsiniz. Mars planetinin oxu maillidir. Nəticədə baxaq görək. Mövsümlər əmələ gətirir də. Yazılıb. Oxunmaylı mövsümləri əmələ gətirir. Burada nəticəsində bunu qeyd eləyə bilərsiniz. Daha sonra mətn və ətraf aləm haqqında bilikləriniz əsasında sxemi tamamlayan fikirlər yazın. Mars planeti ilə Yer planeti arasında oxşarlıqlar var. Əsaslandırma olaraq nələri yaza bilərik bura?
Əsaslandırma olaraq onu qeyd eləyə bilərik ki, məsələn, maillidir, su var idi burada hər ikisində və dağlar var, məsələn. Bunları qeyd eləyə bilərik. Tünd qara hərflərlə verilmiş sözlərin bayaq qeyd elədiyimiz aşkar etdi və cəhətləri mətnə görə qarşılığını müəyyən eləyib yazın. Deyir aşkar etdi, yəni qarşılığını sinonimini müəyyən eləyək. Aşkar etdi, su olduğunu aşkar etdi, su olduğunu üzə çıxardı. Bu versiyada qeyd eləyə bilərsiniz. Daha sonra 300 kilometr uzaqlıqdakı cəhətləri göstərə bilir, tərəfləri göstərə bilir. Bunu qeyd eləyə bilərsiniz bu versiyada da. Belə əziz izləyicilər, biz OTK-nın 20 sınaq, qəbul üzrə olan 20 sınağından sınaq 2-nin izahını təqdim etdik. Videonu bəyənməyi və şərh bildirməyi, eyni zamanda sualıma cavab verməyi də unutmayın. Sualım buydu ki, mərrix sözü ədəbiyyatçılar üçün idi və eyni zamanda ədəbiyyatçı olmayan və ədəbiyyatı bilənlər də qeyd eləyə bilərlər. Mərrix sözü ədəbiyyatımızda hansı əsərin tərkibində var və biz görürük? Sağ olun, salamat qalın.